Oturmuşsuz ağacın altında danışırsınız gülərək, Newtonun alması zəmbildən əvvəl başınıza düşəcək. Sizə yuxarı baxasınız üzünüzü büzərək, Tanrı isə bunu görüb sizi güləcək. Göndərəcək sizi Somaliyaya. Düşündürücüdür bu ssenari, hə? İlahi sizi cismə dönüşdürəcək yabaniyə, oxşaya bilməyəcəksiniz əhaliyə. Düşdüyünüz poxdan çıxa bilməyəsiniz, cəhənnəmə gedəcəksiniz, amma ölməyəsiniz. Yuxunuzda məni görüb geri dönməyəsiniz. Cəhənnəmdəki Tanrıyam. Sizi göndərəcəm axıra və axirətə, axirətdə dözə bilməyəsiniz qəflətə. Başınızı çıxarda bilməyəsiniz qəflətdən. Cəhənnəmdəki xəlvə sərvətimi fələklər apardı. O qədər sərvətim var idi ki, fələklər deyirdi abartıdır. Bir mələk sərvətimin birazını götürdüb yanındakı dedi varardı. Həmin vaxt hava qaraldı. Qış idi, hər tərəfi qaraldı. Beləcə səhər açıldı. Sabah gün saqqalı kişi şaxtalavıddı, sarayın qabağına qaçırdı. Hər tərəfə işıq saçırdı. Cəhənnəmdə işığın nə işi var? Tutulub qolundan çölə atıldı. Sən demə bu üstü başı bəzəldilmiş bir cənnət mələyi imiş. Burada olanların hamısı ləkələnmiş, lənətlənmiş insanlar diyarı da kəkəməkmiş. Bu anda yatanlar yuxudan oyandı. Somalidə göz açıb pəncərədən boylandı. Hamı burada acından ölürdü. Ayağa qalxdı, qapını açdı və yol aldı. Dostlardan biri o birindən soruşdu, gedirik yara. Dostu isə əlindəki kağızı göstərdi, üstündə yazılmışdı UK. O biri dostu dedi, başa düşdüm, okey. Ölkəyə daxil olanda daxili dolan kimi tərzini yeniləmək üçün dərzi axtardı. Dərsi dərsini tərzlə tərsən alan diri biri idi. Bəzi dəriləri təmizləmək lazım idi. Mənə tərzə bir geyim dikdi, işini gördü, bitirdi. Əllərinə fikir verdim, yaş paltar tikirdi.